Dinləyicilər 60 dəqiqə verilişini dinləyirsiniz. Son günlər Rahib, yəqin ki, sən də qarşına çıxıb, sosial mediada bir mahnı var, çox məşhurdur və çox sevilir. Elə Mən bildim özüm də şəkər şəxsən çox paxlavadan sevirəm. danışacaqsan, ki, hələ də qalıb Onun yerik. vaxtı keçdi, getdi. Yox. Çox sevilir bu mahnı. Bir başqırt qrupunun mahnısıdır, Ayola qrupunun mahnısı. Bəli. Yəqin ki, sən də eşitmisən mahnı. Mahnı Homay adlanır. Onlar Homay deyirlər. Humay. Hə, Humay. Çox sevildi bu mahnı. Bütün türk xalqları arasında sevildi və çox qısa müddətdə də viral oldu. Bəli. Təsəvvür elə YouTube-da bir neçə gün ərzində bu mahnı 3.2 milyon baxış yığdı. O qədər sevildi ki, yəni Deyim nəyə görə? de. Mənim fikrim də bu subyektiv fikirdir, bu etalon deyil. O klipdə görüntü elə idi ki, geyimlər filan cəlb eləyir. Adətən kliplərdə biz necə görmüşük? Geyimlər tamam başqa cürdür. Dəbli geyimlər filan. Bu milli geyimdir, nə bilim. Əslində həmişə belə olur. Başqırtların bütün Özlərinə məxsus tarix boyu aksesuarlar, bəli. geyimlər. Əslində bizim türk babalarımızın geyimi də elə olub. Reallığa baxanda şimal tərəflərdə yaşayan türk babalarımız da elə geyiniblər. Sırf həmin o geyimlərin yaratdığı o obraz və yaxud da o belə deyək də görüntü, möhtəşəmlik o da dəstək oldu YouTube-da həmin klipin daha çox sevilməsinə. Mahnının mətni də Mahnı özü də gözəldir. gözəldir. Mahnının mətni də gözəldir. Orada soruşur ki, kimdir bu Humay Humay? kimdir? Amma əslində məndən soruşsaydılar deyərdim, səndən də soruşsaydılar deyə bilərdim. Bizim Deyir. ortaq tanıdığımız Bəli. var. Bizim Kollektivimizdə. əməkdaşımız var. Bəli. İndi biz də bu o mahnıda təsvir olunan Humayın kim olduğunu araşdırmaq üçün başqırt qardaşlarımızın dastanlarında məşhur olan o Humayın kim olduğunu araşdırmaq üçün filologiya üzrə fəlsəfə doktoru Qumru Şəhriyarı telefon bağlantısına qoşmuşuq. Alo. 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 Hər vaxtınız Hər xeyir. vaxtınız xeyir Qumru xanım. Necəsiz? Sağ olun, çox sağ olun. Siz necəsiniz? Çox sağ olun, yaxşı olasınız. Qeyd edeyim ki, Qumru xanım AMİA-nın Folklor İnstitutunun Türk Xalqları şöbəsinin böyük elmçisi, filologiya üzrə fəlsəfə doktorudur. Əla, əla. Qumru xanım, biz yaxşı olacağıq. Siz əgər Humayın kim olduğunu tam bizə açıqlaya bilsəz. Bəli, deyin görək kimdir bu Humay? O mahnıdakı məşhur Humay. Əslində sizə təşəkkür edirəm. Məni bu verilişinizə dəvət elədiyinizə görə çox sağ olun və bu mövzuya da toxunduğunuz üçün ayrıca təşəkkür edirəm. Humay mövzusu diqqətinizdən kənarda qalmayıb. Humay əslində bütün türk xalqlarının müqəddəs bir obrazıdır, müqəddəs obraz hesab olunur. Mifik obrazdır, bəli. Bəli, mifik obrazdır. Uralbatır və adətən başqırtların Uralbatır və Akbuzat dastanlarında daha çox özünü göstərir. Deməli, Uralbatırda bu quş qadın obrazıdır. Humay Uralbatır dastanında mənə elə gəlir ki, mən mahnını tam şəkildə eşitməmişəm. Amma mahnıda da deyəsən Uralbatırdakı həmin Humaydan danışılır. Bəli, bəli, söhbət ondan gedir. Bəli. Günəşin və Səmranın qızı. Yox, əslində yox. Samra adlı yuxarı dünyanın kralının qızıdır. Bəli. Təqdim olunur və Uralbatırın da həyat yoldaşıdır ki, hansı ki Uralbatırın apardığı bütün mübarizələrdə o mübarizələrdə onun mühüm rolu var və ona yardımçı olur, dəstək olur. Silahdaşıdır. Bəli. Bu obraz əslində qədim türk inançlarında ev, ana, ailə və uşaq simvolu kimi təsvir olunur. Deməli, Humay ilahəsi Humay ana adı ilə bağlıdır. Humay və ya Umay olaraq türk mifologiyasında göstərilir. Doğum və uşaqların hamisi hesab olunan bir ilahədir. Hamilə qadınları və uşaqları qoruyur, bərəkət və rifah rəmzidir. Deməli, Xakaslarda Humay anaya hal-hazırda da bir sıra ayinlər icra olunur Humay ana ilə bağlı. Maraqlısı, bir maraqlı fakt sizə deyim, bugün də Humay ana Türk xalqlarındakı bu dövlətçilik, dövlətlərin, yəni imperiyanın dağılıb yenidən parçalanması nəticəsində Humaya olunan xüsusi diqqət də azaldı və bir o transformasiya olunub başqa bir, deməli, o başqa bir şəkil aldı.
Humay heç bir zaman Humaya qurban kəsilərkən ev heyvanlarından qurban deyilməz, qurban kəsilməz. Maraqlı fakt budur. Və burada bir dənə də diqqətinizi çatdırım ki, orada süd və süd məhsullarından Humaya qurban verilir. Övladı olmayan qadınlar bunu eləyir və Humayın övladı olmayan qadınların övladlarının oğlan və ya qız olacağını əvvəlcədən bəlirləmək kimi bir xüsusiyyəti olduğu da diqqətə çatdırılır. Deməli, bundan başqa cildini dəyişə bilir Humay. Əsasən mavi və ağ quş obrazına girir. Mənbələrdə adətən 3 buynuzlu təsvir edilir. Ətrafına işıq saçır. Eyni zamanda həyat ağacının yerdəki sahibidir. Bundan başqa deməli, mən Humay ilə bağlı bir dənə də fikir irəli sürmək istəyirdim. Humay Türkiyəli alimlərin fikrincə Humay transformasiya zamanı albastıya çevrilir. Amma elə mənim araşdırmalarım göstərib ki, albastı, yəni Azərbaycan mifologiyasında hal anası deyirik biz bu obraza. Bəli, mən ora gələcəkdim, bəli. Bəli, hal anası deyirik biz bu obraza. Hal anasının arxaik dönəmdəki təsviri əslində yaxşı olubdu. İnsanlara yaxşılıq gətirib, doğumunda yardım eləyib qadınlara, amma bu sonradan transformasiya nəticəsində insanlardan bu hal obrazına bir qorxu yaranıb. Yəni bir bəd ruhlu əyə kimi göstərilib. Bəli. Amma Humay elə deyil. Amma bu xüsusən Naxçıvan tərəfdə daha çoxdur, hə? Qumru xanım. Naxçıvan tərəfdə inanırlar ki, var, hər yerdə var. O tərəfdə mənə elə gəlir daha çox yayılıb o hal anasından hamilə qadınları və yeni uşaq dünyaya gətirmiş qadınları qorumaq. Yox, bu tək Naxçıvan deyil. Məsələn, mən Qarabağdanam. Qarabağdan topladığım bütün materiallarda hal anasından xüsusi qorunma var. Əgər siz bilirsinizsə, məsələn, bugün də bizim evimizdə yeni uşaq doğulanda analarımız 40-ı çıxana qədər uşağın paltarının çöldə qalmasına icazə vermirlər. Çünki bu hal dəyərdir. Yəni, bu bütün Azərbaycan üçün, bütün Türk xalqları üçün xarakterik olan bir xüsusiyyəti. Yəni, bir tək Azərbaycan, Naxçıvan, Qarabağ deyə bölə bilmirik. Yəni bütün hamısında var. Amma və düşünürsünüz ki, bu Humayın sonradan Humay obrazının şəkil dəyişməsi kimi gəlib bizə çatır? Yox, əksinə mən düşünürəm ki, bu o deyil. O deyil. Bu o deyil. Bunu Türkiyəli alimlər elə düşünür, amma mən elə düşünürəm bu o deyil. Çünki albastı, hal anası transformasiya olunaraq, cildini dəyişərək quşa çevrilə bilmir. Amma Humay quşa çevrilir və qadın olur. Hər ikisinin qadın ortaq tipi var, hər iki obrazın, hər iki mifik obrazın ortaq qadın tipi var. Amma Humayın da qəzəblənməsi var. Yəni mənbələrdə göstərilir ki, Humay qəzəblənərək yerə inir və insanlara zərər verə bilir. Amma bu albastı kimi deyil. Albastının da əksinə arxaik dönəmdəki deməli təsəvvürlərdəki, arxaik inanclardakı xeyirxah əməlləri var ki, sonradan transformasiya olunub, bugünkü zərər verici halını görürük biz. Amma Humayda belə transformasiya yoxdur. Qumru xanım, bir şey də soruşmaq istəyirəm. Bizim nağıllardakı onqon quş motivləri var da, onların da Humay ilə bir bağlılığı varmı? Əslində onların hamısının, məsələn, fars ədəbiyyatındakı Simurq var, Anka var. Bunların hamısı zümrüd quşudur da onlar. Yəni bunların hamısının əslində bir mifik yönü var, bir mifik baxışı var. Amma bu o deyil. Onlar çox fərqlidirlər. Humay bugün Altaylarda yalnız bu Humaya sitayiş saxlanılır, bir də Xakaslarda saxlanılır. Amma bizdə artıq sitayiş deməyək, onlara inan deyək, bəli. Sitayiş deməyək, onlara inan deyək. Çünki onlardan övlad diləmək, övlad istəmək, dediyim kimi övladın cinsini istəmək, gedib məsələn oğlan istəyirəm deyə dua eləyib qurban kəsmək var. O qurbanı da bayaq dediyim kimi yalnız süd və süd məhsulları olur. Onlar heyvan kəsmirlər. Çünki ev heyvanlarının ailənin hamisidir Humay. Ona görə də onu qurban kəsmirlər. Bəli, yəni əksinə heyvanı kəsib onu qəzəbləndirmək olar deyə. Bəli. Təşəkkür edirik sizə Qumru xanım. Çox geniş məlumat verdiniz bizə.
Təşəkkür edirik. Mən də Ətraflı sizə məlumata təşəkkür görə təşəkkürlər. Mən də sizə təşəkkür edirəm. Çox sağ olun ki, çox yaxın qan qardaşımız olan başqırtların Bəli. bu qədər Humayı yalnız onlarda araşdırmısınız. Əslində Humay bütün türk xalqları üçün xarakterik Bəli, olan bir bəli. obrazdır və biz hansı xalqa müraciət eləsək bu qədər danışa bilərik. Çox sağ olun, təşəkkür edirik. Təşəkkür Növbəti edirəm. verilişlərimizdə inşallah digər türk xalqlarının da mifik obrazları haqqında bağlantı yaradıb sizdən məlumat alarıq. İnşallah, inşallah. Çox sağ olun. Sağ olun. Doğrudan da bax türklərin ki o bir ananın övladları olmaqları var ha. Hə. Onların ən çox onun dilindən bilmək olur da. İndi Təbii. fiziki cəhətdən bir-birlərimizdən az çox oxşuyuruq, bir qədər fərqimiz də var, amma Var. əsas bizi bir-birimizə bağlayan o qanımızdan əlavə dilimizdir də. Əlbəttə ki. Başqırtlar bizdən nə qədər uzaqda yaşasalar da, nə qədər fərqli iqlimdə yaşasalar başa da, düşürük dillərini. dillərini başa düşmək olur. Diqqətlə qulaq asanda o azından- mahnının sözlərini başa düşmək olur. Ən azından bildiyi ki, orada soruşur kimdir bu Humay. Hə, soruşur kimdir Humay? Sonra cavab verir, deyir Humay günəşin qızıdır. Günəş ana onu dünyaya gətirdi və müqəddəs ırmağın sularında yıkadı. Onu Elə deyir. tərcüməsiz başa düşmüsən sən Günay. Özüm başa düşdüm. Nə yaxşı. Sonra isə atası Səmraudur. Səmraunu araşdırdım, gördüm səma deməkdir. Deməli atası da göylərdə yaşayan səmadır. Göylərin hamisidir, belə deyək. əla. Onların ikisinin dünyaya gətirdikləri o mifik obrazı isə Humaydır. Humay da yerdə qadınları, uşaqları və ailəni qoruyur. Mən sənin başqırt dili bildiyini bilmirdim. Bunu Başqırt da dili. öyrəndim. Hə, bildim. Əla. Belə desək böyük çıxar. Yox, dili bilmirəm, amma sadəcə mahnıda 1-2 sətri başa düşə bildim. Maşallah, maşallah. Ümumiyyətlə, dillə məşğul olan mütəxəssislər deyirlər ki, biz Oğuz türklərinin dilini, bir-birimizin dilini başa düşməsi çox asandır. Yəni bunu 1-2 saat içərisində bir-birimizi anlaya Adaptasiya bilərik, ola bilirik. adaptasiya ola bilərik. Amma tutaq ki, Qıpçaq dil qrupuna məxsus olan türk xalqlarının dilini başa düşmək üçün bizə 5-6 gün, bəzən də 10 gün lazım olur. Gedib onların içərisində bir 10 gün qalsaq, biz bir-birimizi rahat başa düşəcəyik. Çünki elədir. eyni ananın övladlarıyıq da, yəni dilimiz birdir. Bəli, bəli, razıyam. Razıyam. Davam edəcəyik hörmətli dinləyicilər. Bu mövzuda 1-2 müzakirəmiz də olacaq. Yəqin ki, fasilədən sonra mənim də fikirlərim var. Yaxşı, gözləyək.